Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsi əməkdaşları Rusiyalı həmkarları ilə birgə təlimlərdə iştirak ediblər. Aynısın bölgə müxbiri Aytekin Alxaslı təlimdən qayıdan Azərbaycan gəmilərini qarşılayıb. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin sahil mühafizəsinin sərhəd gözətçi gəmisi Rusiyadan təlimlərdən qayıdır. Həmin təlimlər Rusiya ilə birgə keçirilib. Bu dəqiqələrdə həmin sərhəd gözətçi gəmisi sahil mühafizəsinin bazasında körpüyə yan alır. Azərbaycanın dəniz sərhədçiləri ilk dəfə olaraq Dövlət Sərhəd Xidmətinin və Rusiya Federasiyası Federal Təhlükəsizlik Sərhəd Xidmətinin 2014-2015-ci illərdə birgə tədbirlər planına əsasən Rusiya ərazisində birgə təlimlər keçiriblər. Dağıstan şəhərinin cənub hissəsində iyul ayının 21-dən başlayaraq 3 gün davam edən təlimlərin əsas mövzusu Xəzər dənizində bioloji resursların qorunması, beynəlxalq terrorizmə, qeyri-legal miqrasiya və qaçaqmalçılığa qarşı mübarizə olub. Təlimlərdə Azərbaycan tərəfdən bir sərhəd gözətçi gəmisi, 2 sürətli kater, Rusiya tərəfdən isə 3 gəmi və 1 iri sürətli kater iştirak edirdi. Sahil mühafizəsinin şöbə rəisi Vaqif Məmmədov təcrübə xarakterli belə təlimlərdə Rusiyalı həmkarlarının Azərbaycan Dövlət Sərhəd Xidmətinin təcrübəsinə çox önəm verdiyini deyir. Rusiya həmkarlarımız bizi yüksək səviyyədə qarşılayaraq təcrübəmizə böyük maraq göstərmişdilər. Hər iki tərəflər öz təcrübələrini bölüşdürülərək təlimlərin keçirilməsində öz təkliflərini vermişdi, ümumi razılığa gəlmişdi. Təlim qarşılıqlı əlaqələrin yaradılması və məlumat mübadiləsinin aparılması, qüvvə və vasitələrin təyin olunmuş rayona çıxarılması, sərhədi pozmuş üzmə vasitələrinin axtarışının həyata keçirilməsi, aşkarlanması və təqib edilməsi, xəbərdarlıq atəşi ilə gəminin dayandırılması və digər taktiki epizodlardan ibarət olub. Belə təlimlərin hər iki ölkənin sərhəd xidməti əməkdaşlarının peşəkarlığının artırılmasına müsbət təsir edəcəyini söyləyən sərhəd xidmətinin rəsmisi bildirdi ki, onlar təlimlərdən əvvəl Dağıstanın paytaxtında şəhəri gəzərək, voleybol oynayaraq yoldaşlıq görüşü keçiriblər. Vətənə də kubokla qayıdıblar.